Bakıda müxtəlif yerlərdə yerə düzülən qəmbər daşlardan mozaika formasında bir örtüklər var da, yer örtükləri. Biri məsələn ən qədimlərindən birini mən sizə deyim. Dağüstü parkdan ki aşağı düşürsünüz, Köhnə Çil teatrının yanından biri oradır. Biri Zevində idi. Məsələn, indi oranın üstünü örtüblər. O formula ilə bağlı da artıq orada yoxdur. Bilmirəm bunu demontaj eləyiblər, yoxsa ki üstünü örtüblər. Yəni məndə olan məlumata görə o zaman 41-45-də sondakı Alman əsirlər var idi. O Alman əsirlərin bir qismi həmən o yer örtüyünü qəmbərlikdən, yəni o vaxtı onlar eləmişdilər Azərbaycanda. Yəni gördüyünüz kimi üstündən görün nə qədər illər keçib də, demək olar ki 100 ilə yaxınlaşır da, 80 il dinməz keçib 45-də əgər hesablasaq. İndiyənə kimi o işin keyfiyyətini görmüsünüz, düzdür? Ondan sonra bizdə də Bakıda, digər yerlərdə həmən o örtülükdən, yəni düzəltmək çalışdılar, elədilər. İndi gəlin sizə bir neçəsini, yəni qabağıma çıxanı göstərim. Baxın, görün ki, nə vəziyyətdədir. Az vaxt keçib ha, yəni söhbət 10 ildən, nə bilim 15 ildən gedir. Bu dəqiqə mən sizə göstərərəm. De baxın, bu Köhnə Univermağın yanı. Bax, bu da ki, bax bu örtülük. Görün, bax, görün nə vəziyyətdədir. Görürsünüz? Yəni baxın. İndi müqayisə eləyin o vaxtı görülən işlə və indiki görülən işlə. Görün arasında nə qədər fərq var. Bunun da səbəbi yəni çox bəllidir əslində nəyə görə belə olub. Yenə də yeyintiyə görə. Sözsüz ki, bura küllü miqdarda pul ayrılıb. Amma ki, halbuki həmən o pul məqsədə uyğun, səmərəli xərclənilməyib. Özdə bu qıraq yerdə öyrə. Görürsünüz, yəni bura şəhərin mərkəzidir. Bütün yol boyu belədir. Mən sizə bir qısa fragment çəkdim, amma ki bütün bu yol bugündədir. Görün bura nə boyda xərclər xərclənilib, ortada amma nəticəni görürsünüz. Bütün bedbəxtçilik də ondan ibarətdir ki, bilirsiniz, bizlərdə qanımızda var bu rüşvət. Açığı mən çox arada düşünürəm bu barədə ki, nəyə görə biz digər adamlar kimi deyilik də. Yəni baxırsan görsən də yanımızdakı Gürcüstanda məsələn korrupsiya hər yerdə var, amma müəyyən onun bir dərəcələri var da. Yəni ən yüksək dərəcə məncə deyəsən bizdədir. İnanın ki, bir dənə bu məsələmiz düzəlsəydi, bizim o qədər işimiz düzələr, o qədər işimiz düzələr. Əməlli başlı yaşayarıq, ölçürsünüz. Bu qədər qəlbdən qəlbə.